Salam əziz abituriyentlər, xoş gördük hər birinizi. Mən Sahibə Hüseynova, Azərbaycan dili və ədəbiyyat müəllimi. Sizlər üçün bu videoda DİM 2025 Azərbaycan dili test toplusundan 11-lik mətnlərdən Söyüd kölgəsi mətnini izah edəcəm. Əvvəlcə mətni oxuyaq, daha sonra isə mətn əsasında sualları təhlil edərək izah edəcəm. Bostançı Salman kişi bir gün bostanın qırağında dayanıb nəsə düşünürdü. Günorta yerinə qalxmış, günəş düz başına döyür, tunç kimi qırmızı alnı işıldayırdı. Xəyalına nə gəldisə dönüb yerə baxdı, çarıqlı ayağı ilə bərk torpağı eşələdi. Daşlıca kəndindən 5 vers kənarda bağ-bağat yollarının ayrıcında bir yer idi. Burada Saz bulağı deyilən balaca bir bulaq var idi. Yolçular yay günlərində bulaqdan su içməmiş ötməzdilər. Ancaq gün istisindən yayınmağa daş gölgəsi də yox idi. Salman kişi yol ağzında bir söyüd ağacı əkdi. Əkdiyi ağac söyüd ağacı olur. 5 il ondan müğayət olub böyütdü. Ağac öz kölgəsi ilə çölün havasını sərinlədir, gəlib gedəni salamlayırdı. Salman kişi bunu görəndə köksü böyüyür, könlü açılırdı. Gərək, deyirdi, yoxlayam, görün bu ağacın qədrini bilən varmı? Gəlib gedən nə deyir? Bir gün 2 atlı gəlib söyüdün altında düşdü. Salman kişi yanaşıb atlılara qulaq verdi. Atlılar ağır-ağır gəlib kölgəlikdə dirsəkləndilər. Atlılar onlar nəyin barəsindəsə deyişirdilər. Bir mətləb anlamayan bostançı dəyəsinə qayıtdı. Yəni birinci 2 atlının gəlib söhbət etməsini Salman kişi deyişdiklərini görür, sadəcə nə barədə danışdıqlarını tam anlamır və öz dəyəsinə qayıdır. İkinci gün Salman kişi kölgəlikdə uzanan bir şəhərlini dinləyir. Şəhərli yorğun uzanmışdı. Bir xeyli dayanandan sonra öz-özünə gileyləndi. Deyirəm, zəhmət çəkib ağac əkirsən, heç olmasa meyvə ağacı əksənə. Şəhərlinin sözü Salman əmini bərk tutdu. Qayıdıb dəyəsinə gəldi. Üçüncü gün biçinçilər Saz bulağına töküldülər. Onlar söyüd kölgəsinə nahar eləməyə gəlmişdilər. Birazdan süfrəni yığdılar, əllərinin başları altına çarpazlayıb uzandılar. Rəhmət içində olasan, ay ağac əkən kişi. Kök sistemi yaxşı inkişaf etdiyindən kökü torpağın dərinliyinə gedən ağacların olmağı vacib amillərdən biridir. Gördüyünüz kimi bununla bağlı bir sual olacaq. Mətnə əlaqəsi olmayan bir cümlədir. Eyni zamanda mətnin üslubuna da uyğun olmayan bir cümlədir bu. Salman kişi özünü saxlaya bilmədi, kölgəliyə tərəf yeridi və dilləndi. Var olsun qədir bilən igidlər. Burada çoxları oturub ağac əkəni yamanlayıb gedib. Bilirdim ki, bu kölgəliyin qədrini bilənlər olacaq. İndi sizin rahatlandığınızı görəndə, söhbətinizi eşidəndə bütün ağrılar canımdan çıxır. Biçincilərin biri Salman kişinin sözünü kəsdi və dedi. Zər qədrini zərgər bilər əmi, biz də zəhmət adamlarıyıq. Salman kişi üzünü aşağıya tutub qollarını açdı. Budur hamısı bağdır, bostandır, babalar əkiblər, tər töküb becəriblər, xeyrini biz görürük. Biz də gərək əkək becərək ki, bəhrəsindən ancaq özümüz istifadə edək yox, insanlar. Yəni, hər kəs istifadə etsin olmalıydı. Bununla da bağlı sual var. Onlar qalxıb gedəndə söyüd ağacı cavan, yaşıl təmiz yarpaqlı budaqlarını dalğa kimi tərpədir, ipək kimi zərif, xışıltılı səslə Salman əminin fikrinə sanki bəli-bəli deyirdi. Mətni bitirdik. İndi isə mətn tapşırıqlarla bağlı bir neçə məsələyə toxunacağım, daha sonra isə suallara baxacağım. Əziz abituriyentlər, yadda saxlayın ki, sizə 2 tip mətn düşür imtahanda. Mətnin biri publistik, biri isə bədii olur. Bədii mətn, elə oxuduğumuz Söyüd kölgəsi bədii mətindir. Hekayə vari, obrazlıq olur, məcazi üstünlük təşkil edir. Daha rahat, asan və anlaşılır olur, yadda qalan olur. Publistik mətndə isə kiminsə həyatından danışır, yaradıcılığından danışılır və ya hər hansı bir musiqi alətinin tarixindən, zəlzələdən, vulkandan və s. hadisələrdən danışıla bilər. Sizlər üçün bədii üslubda olan mətn təbii ki, daha rahat olacaq, bir dəfə oxumaqla yadda qalacaq. Publistik mətn isə sizin üçün biraz çətin gələ bilər. Əsas odur ki, mətnin üslubunu bilib, üslub haqqında sualları rahat cavablandıra biləsiniz. Gördüyümüz kimi Söyüd kölgəsi mətnində obrazlıq, məcazi üstünlük təşkil etdiyi üçün həmin mətn bədii üslubda yazılıbdır ki, onunla bağlı olan üslubu sualları bədii üsluba uyğun olaraq cavablandıracağıq. İndi isə keçək suallara. Mətnə aid hökmlərdən biri doğrudur. İlk yolçular da yaşıllığın əhəmiyyətini anlamışdılar. Bu mətn haqqında doğru fikir deyil. Çünki burada da qeyd olunduğu kimi bir gün 2 atlı gəlib söyüdün altına düşür. Onlar nəsə deyişirdilər. Bunu da Salman kişi anlamır. Yəni, deyə bilmərik ki, yaşıllığın əhəmiyyətini anlamışdılar. Bu yanlışdır. Yolçuların çoxu söyüdün kölgəsi az olduğu üçün minnətdarlıq etmirdi. Söyüdün kölgəsinin az olduğu üçün yox. Birinci 2 atlının nə dediyini Salman kişi bilmədi. İkinci gələn burada şəhərli isə
Deyir ki, kaş əkirdi meyvə ağacı kəsən, onun sərinliyindən, yaxud da ki, söyüdün kölgəsinin az olduğu üçün gileylənmirdi. Eyni zamanda yolçuların çoxu da söyüdün kölgəsi az olduğu üçün minnətdarlıq etmirdi. Fikri yanlışdır. Və təkrarən deyim ki, yəni burada problem söyüdün kölgəsinin az olmağı deyildi ki, onlar niyə kölgəsi azdır deyirlər. Sadəcə biri değişir, bunu başa düşmür. Digər şəhərli isə bunun əvəzinə meyvə ağacı əkərdi. Sadəcə üçüncü əkinçilər, yəni biçinçilər orada zərgərbilər deyib təşəkkür edirlər ağac əkənə. Salman kişi insanların fikrindən sonra bir də ağac əkəməmək qənaətinə gəldi. Yanlışdır. Əksinə o biçinçilərin, yəni onun əməyinə dəyər verdiyini görəndə daha da ruhlanır. Salman kişinin insanlara etdiyi yaxşılıq təmənnalı idi. Yaxşılıq, təmənnalı yəni qarşılıqlı. Salman kişi elədiyi bu işdə qarşılıq gözləmirdi, təmənnasız idi. Bu da səhvdir. Salman kişi düşünürdü ki, insanlar qarşısında borcunu yerinə yetirib. Bəli, bu xüsusilə biçincilərin fikrindən sonra hətta sevinir və görür ki, qədir bilən insanlar hələ də var. Buna görə də Salman kişi düşünürdü ki, insanlar arasında qarşısında borcunu yerinə yetirib. Bu, mətnə aid hökmlərdən doğru olan olduğu üçün cavab olur E variantı. Sual 2. Mətnə əsasən hansı suala cavab vermək mümkündür? Saz bulağının suyu niyə azalmışdı? Bu haqda məlumat yoxdur. Yolçular hara gedirdilər? Bunu da bilmirik. Salman kişi yolçulara narazılığını necə bildirdi? Narazılığını bildirmir. Çünki birinci atlılar, iki atlı değişir, nə olduğunu anlamır. İkincidə kaş deyir meyvə ağacı əkərdin, yəni söyüd ağacı əkdiyinə, ona da heç bir cavab, heç bir reaksiya vermir, dəyəsinə gəlir. Sadəcə biçinçilər ona, yəni minnətdarlıq bildirəndə ki, nə yaxşı əkirsən bu ağacı, o zaman çıxır biçinçilərə öz təşəkkürünü bildirir. Yəni narazılığını bildirmir. Salman kişi söyüd ağacını hansı məqsədlə əkmişdi? Təbii ki, insanların onun sərinliyindən faydalanması üçün. Yəni insanlara faydalı olmaq üçün, kölgəsinin insanların onun kölgəsində dincəlməsi üçün. Bunun cavabı olduğu üçün cavab D variantıdır. Salman kişi yolçularla eyni süfrə arxasında niyə əyləşmədi? Yəni bu haqda da məlumat yoxdur ki, onu dəvət elədilər, əyləşmədi, çıxdı, getdi və ya əyləşdi. Bu haqda da məlumat yoxdur. Doğru cavab olur E variantı. Sual 3. Mətndə altından xətt çəkilmiş ifadənin kontekst uyğun şərhini və ona uyğun nümunəni müəyyən edin. Altından xətt çəkilmiş ifadəyə baxaq. Yayınmağa. Ancaq günün istisindən yayınmağa daş gölgəsi də yox idi. Yayınmağa, gizlənməyə bu mənanı ifadə edir. Baxaq görək cavablarda nə veriblər? Boyun qaçırmaq. O tez-tez tapşırılan işdən yayınırdı, boyun qaçırırdı. Xeyr, bu həmin kontekstdəki uyğun mənasına uyğun deyil. Gizlənmək, bəli. Biz güllələrdən yayınaraq, gizlənərək özümüzü meşəyə saldıq. Burada da həmin mənanı verir ki, ancaq günün istisindən yayınmağa, yəni gizlənməyə daş gölgəsi də yox idi. Kontekstə uyğun mənası gizlənmək olur və eyni zamanda qarşısında verilən cümlədə yaymaq sözü həmin mənada işləndiyi üçün doğru cavab B bəndidir. Gözdən itmək mənasında deyil, başqa işlə məşğul olmaq mənasında, hədəfə dəyməmək bu mənaları ifadə etmir. Yəni kontekst daxilində həmin mənada deyil. Gözdən itmək ya da boyun qaçırmaq yox, gizlənmək mənasındadır. Növbəti 4-cü sual. Mətndə tünd qarı hərflərlə verilmiş cümlə haqqında doğru fikirdir. Baxaq. Cümlədə termin kimi işlənə biləcək söz var. Əvvəlcə cümləyə baxaq. Salman kişi bunu görəndə köksü böyüyür, könlü açılırdı. Salman kişi bunu görəndə. Xeyr, burada heç bir söz termin kimi işlənə biləcək bir söz deyil. Ona görə bir cavab ola bilməz. Üslubu baxımdan düzgün işlədilməyən ifadə var. Baxaq. Salman kişi bunu görəndə köksü böyüyür, könlü açılırdı. Salman kişi bunu görəndə köksü böyüyür, könlü açılırdı, ürəyi açılırdı. Könlü yox, ürəyi açılırdı, sevinirdi mənasında. Orada könlü yox, ürəyi açılırdı olmalıydı. Və ona görə də üslub baxımından düzgün işlədilməyən ifadə var. 1-2-dir. Bədii üsluba xas cəhətlər özünü göstərir. Bəli, orada məcazilik var. Ona görə bədii üsluba xas xüsusiyyət özünü göstərmişdi. Bədii təsir vasitəsi işlənmişdi. Bədii təsir vasitəsi burada yoxdur. Frazoloji birləşmə var, məcazilik var, frazoloji birləşmədir. Amma bədii təsir vasitəsi yoxdur. 4 səhvdir. Rəsmi işgüzar üslubun xüsusiyyəti özünü göstərir. Xeyr, orada bədii üslubun xüsusiyyəti var. 2-3 cavab olur A variantı. 5-ci sual. Qarşısında rəqəm qoyulmuş cümlələrdən hansı mətnin məzmununa uyğun deyil? Baxaq. Birincidə
bir rəqəmi yazılan cümlə. Salman kişi yol ağzında bir söyüd ağacı əkdi. Bu mətn məzmunundan təbii ki, uyğundur. Şəhərlinin sözü Salman əmini bərk tutdu, qayıdıb dəyəsinə gəldi. Bu da mətnlə bağlıdır. Bilirdim ki, bu kölgəliyin qədrini bilənlər olacaq. Mətnlə bağlıdır. İndi sizin narahatlığınızı görəndə, söhbətinizi eşidəndə bütün ağrılar canımdan çıxır. Bu da uyğundur. Lakin 5-cidə, bayaq da mətn oxuyanda qeyd etdiyimiz kimi, biz də gərək əkək becərək ki, bəhrəsindən ancaq özümüz istifadə edək cümləsi mətnin məzmununa uyğun deyil. Çünki ancaq özümüz yox, hər kəs, hamı istifadə etsin olsaydı uyğun olardı. Amma özümüz istifadə edək uyğunluğu pozur. Ona görə də doğru cavab 5 rəqəmi olan, yəni B variantı olmuş olur. Daha sonra keçək açıq suallara. 6. Obrazlardan birinin nitqindəki bir cümlənin mətn üçün əsas fikir hesab etmək olar. Həmin cümləni müəyyən edin. Bu tip suallarda əsasən atalar sözləri və hikmətli ifadələr mətnin əsas fikri, əsas ideyası hesab olunur. Burada da şəhərlinin, yox, biçincinin dilindən daha doğrusu belə bir ifadə var. Zər qədrini zərgər bilər. Bu ifadə mətni üçün əsas fikir hesab etmək olar. Və həmin cümləndə ora yazmaqla cavabınız doğru olmuş olacaq. Sual 7. Bəzi insanlar özünə edilmiş yaxşılıq əvəzində minnətdarlıq etməkdənsə bu yaxşılığın az olduğunu, daha çoxunu edilə biləcəyini iddia edirlər. Fikri mətnə aid olduğu epizodu ifadə edərək yazın. Burada ikinci gələn, yəni yolçulardan şəhərli var idi ki, o dincəlir kölgəlikdə. Sadəcə deyir ki, rəhmət içində olasan. Deməli, ayağa çəkən kişi, bir dəqiqə. Yox, onu biçinçilər deyir, onu yox. Digərini. Bir dəqiqə, şəhərli haradaydı? Hə, şəhərli yorğun uzanmışdı. Öz-özünə gileylənir ki, deyirəm zəhmət çəkib ağac əkirsən, heç olmasa meyvə ağac əksənə. Yəni, burada şəhərlinin sözü, narazılığı, yəni minnətdarlıq eləmək əvəzinə əksinə deyir ki, kaş meyvə ağac əkərdin. Bu, yəni həmin epizodu ifadə edən fikirdir, yəni həmin hissədir. Onu yazmaqla fikrinizi ifadə etmiş olacaqsınız. 8. Mətnin əsas hissəsində mətnin üslubuna uyğun olmayan cümləni və ona aid olduğu üslubu müəyyən edib yazın. Bayaq mətni oxuyanda da qeyd etdiyimiz kimi, burada köklə bağlı, kök sözü ilə başlayan cümlə var. Kök sistemi yaxşı inkişaf etdiyindən kökü torpağın dərinlinə gedir ağacların olmağı vacib amillərdən biridir. Bu cümlə mətnin üslubu xüsusiyyətinə uyğun deyil. Çünki mətn bədii üslubdadır, bu isə cümlə isə elmi üslubdadır. Və bu cümləni yazıb, yanında da elmi üslub yazırsınız, cavabınız doğru olur. Sual 9. Əsas mətn və çərçivədə verilmiş əlavə mətnin üslubu xüsusiyyətini müqayisə edək, cədvəli tamamlayın. Əsas mətn bədii üslubdaydı. Çərçivədəki mətndə isə gördüyümüz kimi söyüd kimilər, daha sonra lansetvari, lələkvari, eyni zamanda 600-dən artıq növünün məlum olması, Qafqazda 25, Azərbaycanda 5 növünün olması və s. Burada gördüyümüz kimi termin sıxlığı, konkretlik, dəqiqlik var. Deməli, bu da elmi üsluba xas xüsusiyyətdir. İndi baxaq. Əsas mətnin üslubu xüsusiyyətləri ilə bağlı fikir yazıb və eyni zamanda onun əsasına nümunə yaza bilərik. Baxaq, əsas mətn bədii üslubda olduğu üçün təbii ki, burada başdan başa məcazi mənalı ifadələrdən istifadə olunubdur. Baxaq, mətnin yol ağzında, məsələn, yolun ağzı məcazi mənadadır. Yaza bilərik məcazilik, sonra bu nümunəni yaza bilərik. Salman kişi yol ağzında bir söyüd ağacı əkdi. Nümunə olaraq bunu yazmaq mümkündür. Daha sonra günorta yerinə qalxmış günəş düz başına döyür. Günəş yerinə qalxa bilməz, məcazilik var. Məcazilik yazıb, obrazlılıq yazıb, yaxud da ki, metafor yazıb həmin cümləni yazmaq olar ora. Digər mətnlə bağlı, yəni çərçivə daxilindəki mətn elmi üslubdadır. Əlavə mətn üslubu xüsusiyyəti ilə bağlı yaza bilərik termin sıxlığı və orada söyüd kimlər, daha sonra lansetvari, lələkvari kimi sözlərini yazmaq mümkündür. Eyni zamanda konkretlik, dəqiqlik olduğunu yazıb, burada 600-dən artıq növünün məlum olması, Qafqazda 25, Azərbaycanda 15 növünün bitməsini nümunə kimi yazmaq olar. 10-cu, sonuncu sual. Qarşısında işarə qoyulmuş cümləni məcazi mənalı söz ifadələrlə zənginləşdirib yenidən yazın. Qeyd edim ki, keçən il, yəni 2025-ci il buraxılış imtahanda 11-lərdə hər iki seansda, hər iki imtahanda bu tip sual düşmüşdü ki, qarşısında işarə qoyulmuş, oradan altına xətt çəkilmiş cümlə idi. Altına xətt çəkilmiş cümlədə mətnin üslubu xüsusiyyətinə uyğun olaraq düzəliş edib yenidən yazın. Yəni bu tip sual idi. Orada da məcazilik əlavə edib yazacaqdınız. Baxaq qarşısında rəqəm, daha doğrusu kvadrat işarəsi qoyulmuş cümləyə.
Yolçular yay günlərində bulaqdan su içməmiş ötməzlər. Həmin cümləni məcaziləşdirərək yenidən yaza bilərik. Yaza bilərik ki, yolçular göydən od tökülən yay günlərində, göydən od tökülə bilməz, metafordan istifadə edirik burada. Məcazilik olur. Yolçular göydən od tökülən günlərdə dupduru sərin bulaqdan su içməmiş keçib getməzdilər, ötüb getməzdilər. Yəni bu tip yazmaqla, məcazilik əlavə eləməklə siz mətni üslubuna uyğun olaraq zənginləşdirmiş olursunuz ki, sizin cavabınız da o zaman doğru götürülmüş olur ki, bu tip yazmış olacaqsınız. Belə əziz abituriyentlər, Söyüd kölgəsi mətninin izahı bu qədər. Yenə də nəsə hər hansı bir sualınız olsa, şərh bölməsində qeyd edərsiniz. Hələlik.